Ee, Araz Bey, bir defa belə deyim, bu İran indi bölünsün veya bölünməsin. Ki biləxirə modern zamanda ölkələrin bölünməsi bir o qədər də rahat və hızlı Əslən olmur. bölünməsin, ancaq mərkəzi hökumət yox, mərkəzi hökumət zəifləyir, Bəli. öz baxaq. Amma bir dənə məsələn deyək ki, Əraq kimi, Suriyə kimi, Libi kimi, Yəmən kimi bir şəraitin yaranma ehtimalı var. Birinci olaraq biz ümumiyyətlə türklər, türk milləti İranın hər yerində və xüsusilə də Güney Azərbaycanda çalışmalıyıq ki, biləxərə bu şəraitdən istifadə edib öz müqəddəratımıza hakim olmaq və stratejik azadlıq, ədalət, milli hökumət necə deyirlər, yol xəritəmizə doğru hərəkət eləyək və bunu piyadə eləyək və bu tarixi fürsəti ki, qabağa gəlib və ya gələcək doğru dəyərləndirək. Yəni bunu bir təhdid kimi yox, fürsət kimi dəyərləndirə bilərik. Əgər fürsətə çevirə bilməsək, təbiətən bu bizə çox böyük bir təhdid olacaq. Dediyim kimi, bu savaşı nə biz başlatmışıq, nə başladanlar bizdən nəzər soruşublar, nə də bizə deyiblər ki, başlataq və ya başlatmayaq. Biləxərə bir məsələdir ki, bizim ixtiyarımızın eşiyində bizim nəzərimiz soruşulmadan qabağa gəlibdir. Amma biz məcburuq ki, bu qabağa gələn şəraiti öz millətimizi biləxərə bir səlamətə çıxardaq, millətimizin haqq hüququnu müdafiə eləyək. Ona görə də mən bilmirəm, İran nə dərəcə dağılar, dağılmaz, əslən dağılmasın. Bizim biləxərə təşkilatı proqramımızda federalizm eyaləti var. 2024-də yayınladığımız məsələdə. Hala o yöndə gedər, başqa yöndə gedər, mən bir şey deyəmirəm. Amma hər şəraitdə biz ümumiyyətlə Türk milləti olaraq, bax, özəlliklə də Güney Azərbaycan türkləri olaraq öz müqəddəratımıza hakim olmağa biləxərə gərək cəhdimizi göstərək və millətimizin haqqını, hüququnu, səadətini, səlamətini qorumaya çalışaq. Müntəha burada bir dənə kritik məsələ ki var, siz də elə vurguladınız. Burada Qərbi Azərbaycan məsələsidir. Mütəəssifanə Qərbi Azərbaycan məsələsində bir çox amil üst-üstə gəlir ki, burada həqiqətən bizə çox ciddi bir təhlükəli şərait yaradır. Ki, bəlkə də əgər Allah eləməsin, biz məsələn ihmal eləsək, məsələləri doğru düzgün analiz eləməyib və məsələlərin həllinə çalışmasaq, bəlkə yeni bir Qarabağ problemi yaranacaq Güney Azərbaycanda. Necə ki, məsələn, bugün biz bilirik ki, PKK-nın İran qolu PEJAK açıq aşkar eylem eləyibdi ki, mən İranda platforma Cəmbişa və Xalqay Demokratik düzəldirəm ki, həmən Nilhay Demokratik Suriye'nin kopi bərabəri əslidir. Yəni istəyib təzə Şimali Suriye düzədə Qərbi Azərbaycanda. Yaxşı, əsasən çünki onlar Qərbi Azərbaycanda Kürdistan sayırlar və bunu da açıq-açıq deyirlər, heç gizlətmirlər də. Yaxşı, necə ki, məsələ gördük, Suriye'nin şimalında Türkmenləri və ərəbləri nə cür təsviyə elədilər və oradakı bir çox Kürd və ərəb və türkmen şəhərlərini, kətlərini özləri Kurdistan sazı elədilər, Rojava elədilər oranı və indi də ta nə bilim Suriye'nin hardasa 1/3 kontrol altına alıblar. Bir halda ki, Suriye'nin nüfusunun %2'si, 3'ü, 5'i belə Kürt deyil. Gediblər tamamən ərəb şəhərləri öz kontrollarına geçirdilər. Deyruzur kimi, Həsəkə kimi, Rəqqə kimi şəhərləri kontrollarına geçirdilər və ya məntəqələri. İndi məsələn PEJAK açıq aşkar elan edir ki, mən həmin projeni istəyirəm İranın Kürt bölgələrində, Roşalatda ki, bunlar Roşalatı Makidən aşağı hesablayırlar. Yəni atıram, məsələn, Mahabaddan və ya Sərəndəşdən aşağı hesablamırlar. Və həmən bənzər sözləri Hizbi Demokrat deyir, həmən bənzər sözləri Komünə deyir. Və burada bir dənə kritik məsələ ki var, İsrail həmlələrində özəlliklə Piranşəhr, Xan və yaxud Xana və Sərdəştin mərzi pasgahlarını da vurur. Urmiye'nin məsələn mərzi nizami məntəqələrini də vurur və ümumiyyətlə biz baxırıq, görürük ki,
Belki de Tehran'dan, İsfahan'dan daha çok bu arada Təbriz ve Urmiye vurulur, döyülür ve bütün hərbi əskəri imkanlar, təsisatlar, mərkəzlər yox edilir. Ben belə deyim ki, önemli noktaya işaret ediniz ki, Təbriz, Mərənd, Urmunun bu ancak vurulur ve bir zəf halatına getirilir. Yani bu siz nəzərinizə bu Orta Doğu'nun, Böyük Orta Doğu'nun davamında bir plan değil. Netanyahu aparır kütlere göre, kütlere belə fayda olan bir şey değil. Sizə gəlib Təbrizi vurur, Urmunu vurur ve buracaq hələ demək olar Kürdistan məntəqəsindən indi sənədəci olsun, başqa yerlər olsun, elə bir saldırıya azad olmayıb ki. Amma Türk tərəfin çoxtər vurur ta o məntəqəni. Bunu necə görürsünüz? Baxın, Qərb ölkələrinin bir dənə biləxərə Kürdistan projeləri var. Bu əslən aydın məsələdir. Əraqda bu qismən oldu, Suriye'də qismən oldu. Türkiyədə biləxərə Türkiyə dövləti bu haqda bəzi imtiyazlar alır, imtiyazlar verir və çalışır ki, bu məsələni binoy demokratik şəkildə həll eləsin və kontrol altına alsın. Amma biləxərə Türkiyədə də bəzi Türkiyənin tamamiyyətə ərzi və milli hakimiyyətin içərisində bunlar bəzi imtiyazlar almaq üzrədirlər. İranda da bu olacaq, yəni bunun mənə elə gəlir ki, biləxərə şərait o yönə gedir ki, olacaq. Muntaha bizim sözümüz budur. Kürtlər əgər bir Kürdistan quracaqlarsa, bir şey quracaqlarsa, keçsinlər Kürdistanın öz torpaqlarında qursunlar. Bizim şəhərlərimizdə, bizim torpaqlarımızda qurmasınlar. Biz demirik ki, Kürtlər özlərinə milli hakimiyyət qurmasınlar və ya nə bilim otonomi qurmasınlar və ya özlərinə bir iş görməsinlər, həqqi təyin sərnövişləri olmasın. Olacaqsa da olsun. O bizim məsələmiz deyil. Ama bizim torpaqlarımızda olmasın. Qərbi Azərbaycanın tamamını, Urmiye'nin tamamını, Sulduzun tamamını, bilmem Maki'den aşağıya falan bu şəkildə